Herkese selamlar. Bugün liberalizmin ikinci hissəsini davam edirik. Bildirmək istəyirəm ki, videodakı olan fikirlər sadəcə olaraq nəzəriyyəni izah edir. Yəni, hər hansısa bir siyasi ideologiya müdafiə olunmur, sadəcə olaraq fikir bildirilir. Bu qədər. Və liberalizmin bugün ikinci hissəsini davam edirik. Liberalizmin ikinci hissəsində bugün əsas prinsiplərdən başlayırıq. Liberalizm əsas prinsiplərindən biz ilk olaraq siyasi prinsiplər nəzərə yetirməliyik ki, və o üç böyük kateqoriyaya ayrılır. Yəni ümumiyyətlə liberalizm əsas prinsipləri üç böyük kateqoriyaya ayrılır. Və bunlardan biri və birincisi təbii ki də siyasi prinsiplərdir. Siyasi prinsipdə ümumiyyətlə liberalizm hər şeydən əvvəl demokratiyanı müdafiə edir. Amma ki, bu demokratiya keçən videoda da qeyd etdiyimiz kimi fərdi hüquqları qoruyan konstitusiyalı, şəffaf bir demokratiyadır. Və bu demokratiya üsulunda dürüst, ədalətli və qanunun aliliyini təsdiq edən hüquqlar olmalıdır. Və hakimiyyət də həmçinin də seçki sistemində mütləq şəkildə olmalıdır. Hakimiyyət isə müntəzəm olaraq xalqın səsi ilə dəyişməlidir. Və bunun reallaşması üçün də mütləq şəkildə çoxpartiyalı sistem mühit təmin edilməlidir. Və fərqli siyasi baxışlar, müxalifət, sərbəst şəkildə təşkil edilə bilər, rəqabət apara bilər və hər bir vətəndaş dövlət qarşısında toxunulmazdır. Və həmçinin insan hüquqları ilə bunlar təmin olunmalıdır və bu hüquqlar hüquqi dövlət prinsipi ilə zəmanət altına alınmalıdırlar. Və hüquqi dövlətdə qanunlar hər kəs üçün eyni olmalıdır və siyasətçinin istəkləri kimi hüquq vasitəsilə müəyyən prosesləri dəyişə bilməməlidirlər. İqtisadi prinsiplərə nəzər etsək, iqtisadiyyatda liberalizmin əsas təməli azad bazardır. Ümumiyyətlə azad bazarda qiymətlər dövlət komitələri tərəfindən deyil, alıcı və satıcının bir-birlərlə olan tələb təklif qanunu əsasında formalaşmalıdır. Və iqtisadiyyatın hərəkət verici qüvvəsi də dövlət inhisarları deyil, tamamilə özəl sektor olmalıdır. Yəni ümumiyyətlə şəxsi təşəbbüskarlıq olsun, sahibkarlıq olsun ki, bu prosesdə stimullaşmalıdır. Və bazarda azad rəqabət mühiti olması bazarda rəqabət yaradır və həmçinin keyfiyyəti yüksəldir və qiymətləri isə aşağı salır. Və bütün bunların baş verməsi üçün ümumiyyətlə dövlət tərəfindən minimum müdaxilə olmalıdır və dövlət zavod tikməməli, çörək bişirməməli, sadəcə bazarda oyunun qaydalarının pozulmasının, oğurluğun, fırıldaqçılığın olmaması üçün də ki, bir nəzarətçi olmalıdır. Yəni belə bir prinsiplər altında işləməlidir. Sosial prinsiplərə nəzər etsək, sosial sahədə liberalizm canı fərdiyyətçilikdir, yəni individualizmdir. Yəni fərdiyyətçilik o deməkdir ki, ümumiyyətlə cəmiyyət ayrılıqda mövcud olan real bir varlıq deyil. Yəni cəmiyyət məsələn deyirik, pis zəmanəyə gəlmiş, pis cəmiyyətə gəlmiş. Yəni o fərdlərin məcmusudur. Yəni cəmiyyət sadəcə o fərdlərin toplumudur. Yəni ümumiyyətlə kollektivin maraqları tək bir günahsız fərdin maraqlarını əzmək üçün bəhanə ola bilməz. Yəni məsələn deyirik, bizim tutalım ki, burada belə şey yoxdur. Burada belə şey yoxdur anlayışı. Liberalizmdə sən bunu deyirsən, sən başına güllə eləyərlər ki, nə danışırsan sən? Necə burada belə şey yoxdur? Yəni sosial sərbəstliyin qorunması üçün ümumiyyətlə din azadlığı olsun və sekularizm olsun, yəni dinin dövlətlərindən ayrılması mütləq olaraq təmin olmalıdır. Yəni liberalizm bu gün. Ümumiyyətlə hər kəs istədiyi dinə inanmaqda, heç bir dinə inanmamaqda və tamamilə sərbəst olmalıdır. Yəni senzuraların hər növü rədd edilir. Söz azadlığı olsun, cəmiyyətin inkişafı üçün deyək ki, bunlar hava və su kimi lazım olduğunu liberalizm bildirir. Və ümumiyyətlə fərdi fərqliliklərə baxmayaraq hər bir insan hüquqi müstəvidə bərabər şanslara malik olmasını tələb edir. Və xüsusən də gender bərabərliyi liberalizmin ayrılmaz bir hissəsi olaraq qəbul edilir liberalizmdə. Yəni ümumiyyətlə liberalizmin əsas prinsiplərinə baxdığımız zaman siyasi, iqtisadi və sosial prinsipləri görürük. Öz-özlüyündə bu prinsiplər, məsələn, bunu dinləyicilər Azərbaycanlı olduğuna görə Azərbaycan dinləyicilər dinləyəcək. Hər nə qədər qərb müstəvisi üçün bunlar artıq bir dogma sayılsa da, yəni bunlar artıq bir konstitusiya sayılsa da, şərq üçün bunlar yenidir və açığı nə dərəcədə qəbul oluna biləndir, şübhəlidir. Məsələn, siyasi prinsiplərin dediyinə görə biz ümumi xırda bir nəticə göstərsək, hökumət elastik olmalı. Yəni tez-tez dəyişməlidir, seçkilər olmalıdır və sair olmalıdır. Hökumətlər dəyişsə də müxalifətin fikri nəzərə alınmalıdır, müxalifətə hakimiyyətdə yer verilməlidir, alyanslar qurulmalıdır hakimiyyətin qurulması üçün və s. üçün. Bunu sən gedib İraqda, Suriyada, Livanda və yaxud Gürcüstanda və yaxud Ukraynada və yaxud Azərbaycanda və yaxud Əfqanistanda və yaxud Özbəkistanda deyə bilməzsən. Çünki bu konkret olaraq
ölkə siyasətinin, yəni gərgin bir siyasi müstəvidə yaşayan ölkələr üçün intihardır. Yəni bu cür elastik hökumətlər, yəni tez-tez dəyişən hökumətlər uğursuz olur və bu baxımdan da liberalizm burada şərqdə işləməməsi məsələsi ola bilər. İqtisadi prinsiplərdə isə dövlətin tamamilə kənara çəkilməsindən bəhs edir. Tamam. Maraqlı bir ideyadır. Amma bu ideya tam olaraq etibar üzərində formalaşıb. Etibar, iqtisadi prinsiplər. Keçən dəfə də qeyd etdiyimiz kimi, yəni etibar olmalıdır. Dövlətlər bir-birlərinə etibar etməlidir. Daha doğrusu bazardakı rəqiblər bir-birlərinə etibar etməlidir. Yəni dediyi kimi dövlətin əsas məsələsi fırıldaqçılığa yol verməməsi olmasıdır bu proseslərdə. Məsələn, sən təzə məhsul çıxardırsan, nə bilim bunun resepti budur. Rəqib firma gəlib sənin resepti və elə keçirə bilməz. Bu qəbul edilən bir prinsip deyil. Dövlət də bunun qarşısında. Lakin belə bir proses var ki, liberalizm, yəni biz indi tarixdən də müşahidə etdiyimiz kimi iqtisadiyyatda çox böyük bir büdrəmələr yaşayıb və dünya iqtisadi böhranının əsas günahkarıdır liberalizm. Məhz bu iqtisadi səbəblərdir. Məhz buna görə inhisarlaşma, təkəmmülləşmə kimi proseslər baş verir və nəticə etibarilə nə olur? Dünya iqtisadi böhranı başlayır. Yəni biz bunları bir çox tarixi müstəvilərdə görmüşük. Daha doğrusu bunları yaşamışıq. Gələcəkdə də bu prosesin baş verməsi gözlənilir. Yəni bazarın böyük bir hissəsi, bazarda nə qədər azad bazarda olsa, elə bil ki, bu bir okeandır. Okeanda minlərcə balıq olsa da, bizim birinci gözümüzə görünən balinalardır və təbii ki də bizim diqqətimizi əsas çəkən də balinalardır. Ki, həm vahiməlidir, həm böyükdür, həm filandır və eyni şəkildə də bazarda da belə proseslər baş verir. Bazar elə bir yer deyil ki, orada mütləq şəkildə nə olsun? Yəni ümumiyyətlə hər bir cəngəllik məhvə məhkumdur. Müəyyən bir il keçdikdən sonra. Yəni və həmin cəngəllikdən də sağ çıxan tək bir heyvan olur. Və bunu iqtisadiyyata oynanılmış versiyası da məhz liberal iqtisadiyyatdır. Ki, bu da nəticə etibarilə liberalizmin iqtisadi müstəvidə bəzən uğursuz ola bilməsini və bəzən çox ciddi bir problem yaşadığı məsələ gətirib çıxarda bilər. Sosial müstəvidə deyilənlər isə tamamilə yəni fərdlilik və nisbilik üzərinə qurulmuş bir şeydir. Doğrudur ki, bu hal-hazırda Avropada belə deyil, Amerikada belə deyil. Deyək ki, yəni bunlar bir qanundur onlar üçün, belə deyə bilərik. Amma bu şərq üçün yenidir və xüsusən də şərq bu cür yenilikdən çəkinir və bunu qəbul etmir bəzən. Yox, çox əksərən qəbul etmir. Və bu da əslində böyük bir qütbləşməyə gətirib çıxardır. Çünki real danışsaq, bu şərqin doğma olan bir şey deyil. Necə ki, məsələn, qərbə gedəndə deyək ki, çox ciddi bir ərəb və yaxud da türk və yaxud da, nə bilim, fars və yaxud əfqan. Bu adam gedir və minlarla metlər ilə gedir oraya. Bu adam gedir və, nə bilim, bozbaş bişirir, aş bişirir, bir şeylər bişirir və s. Təbii ki də 20 insandan 5-i maraq çəksə də 15-i bu nədir deyəcək. Yəni tamam, onların qurumuş çörəkləri bizə ləzzətli gəlməyə bilər, amma özləri çox ləzzətlidir və bizim bozbaşımızı sevməyəcəklər. Eləcə də biz onların quru çörəyini sevmirik burada. Və yəni biz dediyim şərqdən söhbət gedir. Yəni liberalizmin bu sosial prinsiplərində bəzi şərq üçün problemli məsələlər var. Amma ki, liberalizm mi haqlıdır, şərq mi haqlıdır? Bu tamamilə şəxsi fikirdən ibarətdir və bu haqda əslinə baxanda, yəni bir fikir bildirmək də elə doğru deyil. Çünki bu tamamilə kimin nə prinsip olmasından asılı olan bir şeydir. Ümumiyyətlə liberalizmin qolları var. Yəni dediyimiz kimi liberalizm özümüz də danışanda müəyyən bir səhvləri var idi liberalizmin. Yəni səhv kimi qəbul edə biləcəyimiz, yəni biraz daha ilkindir sanki liberalizm. Liberalizm biraz daha təkmilləşdirilməlidir. Çünki liberalizm zaten bunu tələb edir ki, təkmilləş. Yəni müxalifətə fikir verir. Eyniliklə liberalizm də öz içərisindəki müxalif fikirlərə fikir verir. Liberalizmin ilk olaraqsa deyək ki,
klassik realizmə, üzr istəyirəm, klassik liberalizmə nəzər yetirək. Bu liberalizm ümumiyyətlə orijinal saf formasıdır. Səhərdən danışdığımız formadır. John Locke, Adam Smith ideyalarına söykənən bir formadır və ümumiyyətlə klassik liberallar dediyimiz kimi dövlət lüzumlu bir şərdir kimi düşünür klassik liberallar. Lüzumludur, çünki asayişi və ədaləti qorumalıdır. Şərdir, çünki böyüdükcə fərdin azadlıqlarını boğmağa meyillidir. Yəni ümumiyyətlə onlar minimal dövləti tamamilə sərbəst, müdaxiləsiz, azad bazar və də ki, vergilərin ən aşağı səviyyədə saxlanılması və mütləq fərdi azadlıqlar prinsiplərini müdafiə edirlər klassik liberallar. Klassik liberalizmin tarixi missiyası da mütləq monarxiyaların, feodalizmə, imtiyazlı zədəgan sinifə və dövlətin iqtisadi idarə etməyə çalışdığı merkantilizm sisteminə qarşı kəskin şəkildə mübarizə aparmaq olur. Yəni liberalizm əslində biraz qıcıq edici sistemdir. Yəni klassik liberalizm söhbət edir. Özünüz də fikir verirsiniz ki, məsələn, necə ki, məsələn, şərq millətləri üçün bu liberalizm uzaq idi. Eləlikdə qərb üçün də bu belə idi. Yəni qərb də ilk başlarda yəni buna baxaq, qudurba, belə deyirdilər yəni onlar da. Yəni belə demirdilər, ingiliscə falan deyirdilər, amma yəni bu tərz bir düşüncə var idi və liberalizmin özü də fikir verir, yəni sanki acığa edirlər. Yəni fikir vermir ki, şeydir, yəni əks təsir ola bilər axı. Fikir vermirdilər buna. Bunu deyirlər ki, ya başa siz nə var? Belə olmalı. Belə olmalı. Liberalizm bunu düşünür və bu öz-özlüyünə müəyyən problemlər gətirir. Sosial liberalizm, yəni modern liberalizm formalaşır. Bu liberalizm 19-cu əsrlərin sonlarında sənaye inqilabının gətirdiyi bəzi fəsadlar, kəskin yoxsulluq, deyək ki, uşaq əməyinin istismarı, nəhəng şirkətlərin bazarı inhisara alması nəticəsində bu qol formalaşır, bayaq dediyimiz kimi. John Stuart Mill sonrakı yazıları və həmçinin 20-ci əsrin iqtisadçısı olan John Maynard Keynes, yəni bu cərəyanın memarları sayılır. Ümumiyyətlə sosial liberallar belə bir qeyd aparırlar ki, əgər bir insan acdırsa, evsizdirsə, savadsızdırsa, müalicə onunla bilmirsə, onun kağız üzərində hüquqi azadlıqların heç bir real dəyəri yoxdur. Onlara görə tamamilə sərhədbəst buraxılmış bazar kör-körənə işləyir və dərin bərabərsizlik yaradırlar. Və həmçində buna görə də dövlət müəyyən qədər sosial təminat verməlidir və dövlət fərdlərin həyatına kobud müdaxilə etmədən hamıya bərabər başlanğıc imkanları yaratmaq üçün təhsil və səhiyyə kimi strateji sahədə dəstəkləməli və ya pulsuz etməlidir. Və bu model ümumiyyətlə sosial rifah dövlətini adlandırılır və bunu maliyyələşdirmək üçün zəngindən daha çox, az təminatlarına daha az vergi alan mütərəqqi vergi sistemi və müxtəlif sosial proqramlar təmin edilməlidir. Ki biz bu gün bunu əslində nümunə etibarilə Almaniyada görə bilirik. Skandinav modellərində çoxlu şəkildə görə bilirik. Amma burada belə bir maraqlı bir proses var. Sosial liberalizm yarandığı ilk vaxtlarda təbii ki də diqqətə alına biləcək bir şey deyil. Təsəvvür elə ki, sən gedirsən, krala deyirsən ki, yaxud da təbii hökumətə deyirsən ki, cəmaət acdır, cəmaətə təqaüd ver. Bu adam hər il bir müharibədədir. Bu adam necə bunu eləsin? Bu gün aktualdır. Bu gün bu aktualdır. Bəs yaxşı bu yaxın şərq ölkələrində aktual ola bilərmi? Qətiyyən ola bilməz. Qətiyyən ola bilməz. Rusiya nə edir məsələn? Rusiya səhv etmirəmsə torpaq verir. Rusiya torpaqdan çox nə var ki Rusiyada? Özüdəki yararsız torpaq. Yəni Rusiya o biraz göz bəzəyir. Amma gəlin real danışaq, daim şəkildə ordusuna yatırım etmək məcburiyyətində olan ölkələr buna xərc apara bilməzlər. Qətiyyən. Eləcə də Avropa zaten Avropa 1-ci, 2-ci Dünya müharibəsi ərəfəsində bunu eləmədi. 2-ci Dünya müharibəsindən sonra bu prosesə başlanıldı. Baxın, 1-ci Dünya müharibəsindən sonra zaten liberalistlər belə bir addım atmağa çalışdılar. Sosial təminat, bu liberalizmi yaymağa çalışdılar. Batırdılar, konkret batırdılar. İqtisadiyyatı çökərtdilər. Məhv oldu İngiltərə iqtisadiyyatı. Belə bir zərbə almışdı İngiltərə iqtisadiyyatı. Çünki xərclər çox idi və gəlir gətirən sahə az idi. Yəni görəsən o qədər gəlirin olsun ki, hətta o qədər gəlirin olanda belə bunu eləyə bilmirsən faktiki olaraq. Məsələn, Almaniyanın dünya iqtisadiyyatının 5-ci ya 4-cü yerindədir. Təsəvvür olsun ki, iqtisadi şkala çox tez-tez dəyişir. O Yaponiya, Hindistan, Almaniya bir-birlərinə sıraları çox tez-tez dəyişirlər. Tam olaraq tutmaq olmur neçənci yerdədir. Nəticə etibarilə bu faktdır.
Buna rəğmən Almaniyada düzdür, sosial təminatlar var, nə bilim, də ki, bir sıra sosial proseslər var. Müxtəlif bələdiyyələrdə əsasən bu təmin edilir əlbəttə ki. Lakin bu da yetərli deyil və Alman iqtisadiyyatı hələ də bu ucbatdan zərər görür. Düzdür, Alman iqtisadiyyatı Avropa Birliyinə görə də müəyyən zərərlər görür. Baxmayaraq ki, Avropa Birliyinin iqtisadiyyatının əsas təməlini təşkil edir. Buna rəğmən bu da çox uğurlu bir proses deyil. Düzdür. Möhtəşəmdir. Həqiqətən. Yəni düşün ki, işə getmirsən, dövlət sənə hər ay, yəni yaşaya biləcəyin qədər məvacib verir. Ged yaşa. Yəni mən işləmək istəmirəm. Sağ ol, əminəm belənin içində. Dolanırsan özünüz. Dolanışıq var. Amma yetərsizdir. Qətiyyən yetərli deyil. Qətiyyən yetərli deyil. Bəli. İndi isə neoliberalizmlə davam edək. Neoliberalizm ümumiyyətlə 1970-ci illərdə, yəni çox tez yaranan, təzə yaranan bir siyasi ideologiyadır. Ümumiyyətlə sosial rifah dövlətinin böhrana girməsi və yüksək inflyasiya və dövlət aparatlarının həddən artıq böyüyüb və həmin buna rəğmən buna nisbətdə səmərəsiz olması yenidən klassik prinsiplərə qayıdışı gətirib çıxardır. Ümumiyyətlə bu hərəkatın adı neoliberalizm adlanır və bunun baniləri deyək ki və həmçinin bu cərəyanın nümayəndələri olan Milton Friedman və Friedrich Hayekdir ki, bu cərəyanın nəzəriyyəçiləridirlər. Ümumiyyətlə bu neoliberalların əsas prinsipləri dövlət məsələlərinin sürətlə özəlləşdirməsi və tənzimlənmələrin maksimum dərəcədə azaldılması və ümumiyyətlə sərbəst ticarətin təmin edilməsidir. Və həmçinin siyasi ərnəcə də bu modelin ən radikal səviyyədə tətbiqatını edən 1980-ci ildə Britaniya baş naziri Margaret Thatcher olur və sonra da ABŞ-da da Ronald Reagan Reaganimika elan edir. Amma hər iki halda biz Reaganimikanın və Thatcherizmin də nə dərəcədə uğursuz olduğunu görürük. Digər bir ideologiya isə libertarianizmdir. Libertarianizm gəbləyi. Ümumiyyətlə bu fərdi azadlıq və minimal dövlət ideyasının ən radikal, ən uç nöqtədir. Libertarianlar ümumiyyətlə dövlətin varlığını demək olar ki, sıfıra endirmək istəyirlər. Onların ən məşhur sözlərindən biri də buna ibarətdir ki, vergi qanuni oğurluq sayılır. Yəni belə bir prinsiplər var. Onlara görə ümumiyyətlə dövlət insanların qazancını zorla əlinə ala bilməz. Hətta yollar olsun, yanğın söndürmə sistemləri olsun, polislər, məhkəmələr belə özəl şirkətlər tərəfindən idarə oluna bilər. Libertarianizmdə tam və məhdudiyyətsiz fərdi azadlığın müdafiə edir. Və bu səbəbdən onlar silah gəzdirmə azadlığı, dövlətin senzura cəhd edə bilmədiyi mütləq ifadə azadlığı, mərkəzi bankların manipulə edə bilmədiyi kriptovalyutaları və ümumiyyətlə dövlətin fərdlərin izləməsinə və nəzarət etməsinə qarşı sərt müqavimətləri dəstəkləyən bir ideologiyadır, libertarianizm. Yəni öz-özlüyündə nə dərəcədə əslində anarxiyaya yaxın bir quruluş olduğunu çox gözəl şəkildə görürük. Bu cür bir quruluş müasir dövrdə, müasir praktikada səhv etmirəm, Argentinada var. Bunda gələcək bölümlərimizdə diqqət edəcəyik. Bir liberal quruluşda ordoliberalizmdir. Bəli. İkinci Dünya müharibəsindən sonra ümumiyyətlə dağılmış Almaniyada fərqli bir liberal iqtisadi model yaratdı. Və xüsusən də bu Freiburg məktəbi tərəfindən formalaşdırıldı. Orada liberallar deyirlər ki, azad bazar mütləq olmalıdır. Ən səmərəli sistem budur. Amma bazarı da öz başına buraxdığında güclü şirkətlər zəifləri udur, monopoliyalar, inhisarlar yaradılır, nəticədə azad rəqabətin özünü öldürür. Yəni əslində azad bazar, yəni tam şəkildə azad bazarın özünün qənimidir. Məhz buna görə də dövlət bazarda birbaşa iqtisadi oyunçu olmamalıdır. Məsələn, dövlətin fabrika və s. olmamalıdır, amma rəqabəti qoruya bilər. Həmçinin də bu cür monopoliyaların qarşısını almaq üçün çox sərt sarsılmaz hüquqi qanunlar, qaydalar və çərçivələr müəyyən etməlidir. Məsələn, limit qoymalıdır. Və bu fəlsəfə də ümumiyyətlə
Almaniyada məşhur sosial bazar iqtisadiyyatını, social market economy-nin əsasını qoyur və bu modelin təməlini qoyur və ölkənin müharibədən sonra iqtisadi möcüzə yaratmasına səbəb olur. Əslində bu çox maraqlı bir fikir idi və uğurlu da bir modeldir. Çünki bazar başlı başına bıraksa, istər-istəməz biz bunu həmişə görmüşük ki, yəni bir sıra zəngin ailələr, o dünyanı idarə edən ailələr kimi deyə biləcəyimiz ailələr. Yəni qoymurlar, rəqib istəmirlər özləri üçün. Ona görə də necə başla udmalar, ya da məhv eləmək. Yəni bunu da təmin edən, tənzimləyən dövlət olmalıdır. Liberalizm ümumiyyətlə özünü bəhs etdiyi gözəl, gəlin onun digər ideologiyalarla müqayisəsinə bir baxaq. Ümumiyyətlə ilk olaraq konservatizmlə, yəni mühafizəkarlıqla müqayisə edək. Çünki liberalizm və konservatizm yəni demək olar ki, yəni sağ hər bir zaman bir-birlərinə zidd kimi görsənən ideyaları var. Amma təbii ki də bu belə deyil. Liberallar ümumiyyətlə gələcəyə fərdin tərəqqisinə, köhnə qaydaların dəyişdirilməsinə, fərdi sərbəstliyə önəm verir. Konservatorlar isə deyir ki, bəs biz tarixin sınağından keçmiş bu ənənələrə, dini dəyərlərə, ailə institutuna və cəmiyyətin sabitliyini qoruyan köhnə strukturlara daha da sabit qalır. Konservativizm üçün isə ümumiyyətlə icma və asayiş fərdi sərbəstlikdən daha öndə gələ bilir. Yəni sən mühafizəkar nazınla oynamır, belə deyək, qısa konkret. Yəni deyir ki, cəmiyyət bunu deyir, sən də buna tabe olmalısan. Liberal təbii ki də bunun əksini deyir, bayaq dediyimiz kimi. Konservatizm niyə deyir? Deyir ki, qardaş, bu 200 ildir ki, bu qayda davam edir. Deməli, bizim atalarımız, babacılarımız, dədələrimizin bir bildiyi varmış bunu edirlər. Siz özünüzdən gəlib nə təzahüqqa çıxardısınız? Liberallar da gəldi ki, hələ 200 ildir, ona görə də bu gündəsiniz. Və belə bir əks, bir-birinə zidd ideologiya formalaşır. Sosializmlə müqayisə etdikdə isə fərqlər daha da kəskinləşir. Ümumiyyətlə liberalizm fərdi və onun özəl mülkiyyət hüququnu müqəddəs sayır. Sosializm isə fərdi deyil, kollektivi əsas götürür. Sosialistə iqtisadi bərabərliyi təmin etmək üçün dövlətin iqtisadiyyata müdaxiləsini maksimum çatdırmağı, mülkiyyəti ortaq etməyi və sərvəti yenidən bölüşdürməyi müdafiə edir. Yəni gördüyünüz kimi tam olaraq əks bir fikirlərləndir. Marksizm isə sosializmin daha da radikal və inqilabi formasıdır. Marksizm ümumiyyətlə özəl mülkiyyəti tamamilə rədd edir və onun bütün bəşəri bəlaların istismarı mənbəyi hesab edir. Və bazar iqtisadiyyatına və kapitalizmə tamamilə qarşıdır. Sinifsiz bir cəmiyyət qurmaq istədiyinə görə deyir ki, kapitalist sistem tamamilə məhv edilməlidir. Liberalizm isə kapitalizmin azadlığın iqtisadi təzahürü kimi hesab edilir. Yəni liberalizm üçün kapitalizm önəmlidir. Yenə deyək, liberalizm nə kapitalizmlə, nə demokratiya ilə eyni deyil. Onlarla vəhdət təşkil edəndə ideal sayıla biləcək bir quruluş çıxardır ortaya. Yəni qərb ölkələri üçün adı nədir? Amma gördüyünüz kimi sosial və marksizm olan dövlətdə liberalizm mümkün ola bilməz. Faşizm liberalizmin tamamilə deyək ki, bəs antitezası. Amma birbaşa qan düşməlidir, konkret var. Yəni onu istəmir. Faşizmə görə fərd heç nədir. Məsələn, dövlət və ya irq isə hər şeydir. Aryan irqindən söhbət gedir məsələn. Totalitar və avtoritar idarə etməni müdafiə etdiyinə görə faşizm bu çox normal bir şeydir və fərdin bütün hüquqlarını dövlətin və daxil liderin ideyasına tabe edir. Yəni azad bazar olsun, sərbəst düşüncə olsun, yəni bunlar tamamilə yoxdur. Anarxizm isə ümumiyyətlə liberalizmi fərdi azadlıq mövzusunda biraz yaxın görünsə də çox nöqtəvari, fundamental xırda fərqləri var ki, bunlar kilit rol daşıyır. Anarxistlər ümumiyyətlə dövləti tamamilə rədd edir və onun dərhal bir dəfə ləğv olmasını tələb edirlər. Biz ümumiyyətlə anarxiya dediyimiz zaman adına səsləndiyi kimi biraz xaos görürük. Niyə? Əslində anarxistlər heç də əlinə silah alıb terrorist kimi ortada gəzənlər deyillər. Xeyr, anarxistlər əslində bir ideya fikri vardır və anarxistlər bu arada da bu faktı bilin. Yeganə ideologiyadır ki, qəti şəkildə dövlət və ona bənzər qurumu dəstəkləmir. Yəni ümumiyyətlə dövlət deyə bir şey olmamalı anarxizm. Digər bütün siyasi ideologiyalarda dövlət var. Bir dənə anarxizm də yoxdur. Ümumiyyətlə bunlar deyirlər ki, bir dəfə ləğv olmasını verirlər. Və liberalların əksəriyyəti isə
libertarianlara çıxmaq şərti ilə düşünür ki, yəni dövlət tamamilə yox olduğu müddətcə cəmiyyətin gücünü zəifi məhv etdiyi, yəni canavarın canavarı dediyi, yəni o Thomas Hobbesin o dediyi erkən cəmiyyət var. Həmin o cəmiyyət mühitinə çevrilir və buna görə dövlət qanun halini qorumaq üçün lüzumlu bir aparat kimi öz varlığını sürdürməlidir. Liberalizm təbii ki də tənqidləri var. Yəni bu videoda, iki videoda da mən bəzi tənqidlər elədim liberalizm haqqında və liberalizm zaten tənqidləri olduğu üçün də bu gün ideal dövlət quruluşu sayılmır. Çünki ideal dövlət quruluşu deyə bir şey yoxdur hal-hazırda. Ümumiyyətlə sağ cinahdan və xüsusən də mühafizəkarlar deyək ki, gələn tənqidlər isə çox bəsitdir. Bunlar nə deyirlər? Liberalizm təklif etdiyi həddindən artıq sərhədsiz fərdi azadlıq cəmiyyətdə mənəvi aşınmaya yol açır. Bir baxımdan hani Avropa və Amerikanı gördüyümüz zaman burada müəyyən qədər doğruluq var. Və insanlar heç bir mənəvi məsuliyyət daşımadan ancaq öz istəklərini reallaşdırmağa çalışdıqda ailə institutu dağılır, milli bağlar zəifləyir və nəticədə ümumiyyətlə cəmiyyət xaosa və mənəvi deqradasiyaya sürüklənir. Bəli, məsələn, xüsusən də bunu ifrat dərəcədə yürüdən bir sıra ölkələrlə bu problemlər var. Məsələn, solcular isə sosialistlərdən və marksistlərdən gələn tənqidlər isə iqtisad adi sahəyə yönəlib. Məsələn, onlar iddia edirlər ki, tənzimlənə bilməyən azad bazar və kapitalizm mütləq şəkildə dərin sinfi bərabərsizlik və insanların istismarı doğurur. Və bu sistemdə güclü şirkətdə işçinin əməyini sümürür, zənginlər daha da zənginləşir, kasıblar isə tamamilə çarəsizliyə məhkum olunur. Və onlara görə liberalizm sadəcə zənginlərin öz mülklərini qorumaq üçün uydurduğu bir maskadır. Müəyyən qədər doğruluq payı varmı, yoxmu? Bu da təbii ki də sizə qalmış bir şey. Ümumiyyətlə, dini cəhətdən gələn tənqidlər liberalizm həddindən artıq sekulyardır və həddindən artıq fərdiyyətçi təbiətinə hədəf alır. Yəni tənqidçilər deyirlər ki, ümumiyyətlə liberalizm insanın daxili mənəvi dünyası və dini icma bağlarını tamamilə zəiflədən bir şeydir ki, haqlıdır da. Və insanı müqəddəs dəyərlərdən qoparır. Onu sadəcə supermarketdə alış-veriş edən, rəqəmdən və maddi qazanclardan ibarət ruhsuz bir istehlakçı varlığa çevirir. Bu şərh həqiqətən də doğru bir şərh kimi hesab edilə bilər. Çünki yəni liberalların dediyimiz kimi Allahın ruhun puldur, ticarətdir. Qardaş, qoy ticarətimizi edək. O Düsseldorf, Dresden məsələsi. Və belə olduğu məsələdə onlar üçün təbii ki də qəbul edilmiş dırnaq arasında yazılmamış qaydalar heçə sayılır təbii ki də. Yəni ona ehtiyac yoxdur. Bəli. Ümumiyyətlə liberalizmin praktiki analizdə nümunələrini göstərsək, ilk olaraq təbii ki də ABŞ-dan bəhs edə bilərik. Ümumiyyətlə siyasi və iqtisadi liberalizmin qlobal qalası hesab edilir ABŞ. Ümumiyyətlə fərdi sahibkar azadlığı olsun, kapitalın hərəkəti maksimum səviyyədədir və vergilər isə Avropaya nisbətdə aşağıdır. Buna dövlət tərəfindən idarə olunan sosial təminat sistemi zəifdir. Xüsusən də səhiyyə sistemi. Bu xüsusiyyətlər və ABŞ daha çox klassik və neoliberal modellə yaxındır. Ölkədəki iki partiyalıq sistemin ümumiyyətlə respublikaçılıq iqtisadi müstəvidə klassik neoliberal xətti, demokratlar isə sosial liberal xətti daha üstün tuturlar. Birləşmiş Krallıq isə müasir parlamentarizmdə və liberal hüquq sisteminin vətəni hesab edilir. Xüsusən də Magna Cartadan bəri bu formalaşıb hüquqi dövlət ənənəsi və xüsusən də fərdin hüquqları dövlət orqanları qarşısında ciddi şəkildə müdafiə olunur və üstün tutulur. İsveç modelində isə sosial liberalizm, və sosial demokratiya ən uğurlu tətbiq olduğu Skandinaviya modelidir. Ümumiyyətlə iqtisadiyyat tamamilə azad bazara və özəl mülkiyyətə əsaslanır, lakin dövlət yüksək vergidə toplayaraq bu pulları vətəndaşlara da möhtəşəm bir sosial proqram, yəni pulsuz və yüksək səviyyəli təhsil, səhiyyə, sosial yardımlar kimi geri qaytarır. İsveç ümumiyyətlə bildirir ki, bu qərb modelində azad bazar ilə sosial dövləti uğurla sintez etmək mümkün. Amma bunu İsveçdən başqa da biri eləyə bilməz. Çünki İsveçin coğrafi üstünlüyü var. İsveçin geoloji, strateji üstünlüyü var. İsveç müharibə zonasında deyil. Bəli, hər nə qədər Rusiya ilə münasibətləri problem olsa da, İsveç Rusiya ilə dirəşmir. NATO var, NATO onu qoruyur.
və ona görə öz ordusu üçün dəhşətli şəkildə bir xərclər çəkməyə ehtiyac duymur. İsveç krallığının bu cür prinsipləri var və bu da bacarıqlı bir şeydir. Almaniyaya gəldiyimizdə isə Almaniyada ordoliberal modelin canlı təzahürüdür. Almaniyada dövlət birbaşa iqtisadi daxilində oyunçu kimi iştirak eləmir təbii ki də. Lakin ümumiyyətlə anti-monopoliya qanunları formalaşıb və bu da sərbəst rəqabət mühitini qoruyur. Və eyni zamanda işçilər hüquqlarını qoruyan güclü bir sosial tərəfdaşlıq sistemi var. Məsələn, Almaniyada Həmkarlar İttifaqından hər kəs qorxur. Yəni, alicəzələr bir fəhlə gedib öz Həmkarlar İttifaqına şikayət eləsə bir qurum, qurumu bağlada belə bilər. Çox rahat bir şəkildə eləyə bilər. Və bu sistemdən ona görə biraz çəkinirlər. Elə ki var. Liberalizm haqqında hələlik bu qədər. Burada biz ümumiyyətlə liberalizmin əsasən nəyə aid olduğu, ona qarşı olan fikirlər, onun ehtiva etdiyi fikirlərdən öyrəndik. Növbəti videolarda görüşənə qədər.